Salam dəyərli izləyicilərimiz, sizlərə ideal, şəxsi tikili bir ev çıxartmışam satışa, 5 otaq, 2 mərtəbə. Yer haradır? Xırdalan, əlbəttə ki, Xırdalandayıq. İdeal bir ev çıxartmışam sizlər üçün. Dəyərli izləyicilərimiz, köhnə bazara yaxın bir məsafədə. Qiymət isə 2 mərtəbə, 5 otaqlı evin qiyməti 110 min manata satışa çıxarılıb. Kubçarlıdır. Evin üz fasadı ilə tanış olaq dəyərli izləyicilərimiz. Qabançıq daşlarla vurulmuş üst fasadı var. Şəxsi yaşayışlıdır, özünə tikilmiş evdir. Qazı suyu işığı hər bir şəraiti tamamilə qayda qanunla yerindədir dəyərli izləyicilərimiz. Keçək evin həyətyanı sahəsi ilə də tanış olaq. Burada həyət üçün moydadır yığılıb dəyərli izləyicilərimiz. Belə bir moydadırı var. İstilik sistemi kombidir, kombinin aparatı, pitiminutka hamısı ayrı-ayrılıqda səlqə səhmanla şkafların içindədir. Artıq əşyalar yığmaq üçün bir dənə kladovka, pilləkənlərin altında bir dənə kladovka, hər yan kladovka ilə doludur. Artıq əşya nəyin var? At ora qapını bağla, at ora qapını bağla. Həyət üçün hamam tualeti, yerdən 5 daş kürsülüdür. Pəncərələrinin qabağına kimi dəmir barmaqlıqları, dəyərli izləyicilərimiz, vurulub hazır bir vəziyyətdədir. Ümumilikdə evin həyətyanı sahəsi və divarları metlaq daşlarla örtülüdür, qabançıq daşlarla. Stilik sistemi kombidir, koridor sistemlidir. Birinci mərtəbədə bizi qarşılayır bir yataq otağı, bir qonaq otağı. Girişdən sağda yerləşir evimizin yataq otağı. İstəyə uyğun olaraq bəzi əşyalar qalacaq. Yataq otağı ilə tanış olaq dəyərli izləyicilərimiz. Və keçid edək evimizin qonaq otağına. Qoy işıqla oynayım, düzəldim bu işığı. Aha, evimizin qonaq otağıdır. 4 bir tərəfdən cüt daşla inşa edilib. Kombin radiatoruna kimi hamısı var. Hər otaqda addınlı televizor xəttləri. Yataq otağında, qonaq otağında. Nə istəyirsən bundan artıq? Polo da laminatdır, şəxsi tikilidir. Özünə şəxsi tikili mülk axtaranlar buyurub zəng edə bilərlər. Hamam tualetin aksesuarları qoşulub hazır bir vəziyyətdədir. Mətbəx mebeli hər mərtəbədə ayrı-ayrılıqda mətbəx sahəsi var. Keçək. İkinci mərtəbə ilə də tanış olaq. Videonu saxla dəyərli qardaşım. Bir daha başlayaq, xoş gördük. Birinci mərtəbə ilə tanış olduq. İndi keçək ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxan dəmir pilləkənlər nirş tutacaqlarla təmir olunub dəyərli izləyicilərimiz. İşıqlandırma üçün belə bir pəncərələr qoyulub hazır bir vəziyyətdədir. Gəl. Pilləkən dəmir gözəl dizayn edilib, xalçalarına kimi vurulub dəyərli izləyicilərimiz. Buranın da özünə uyğun işıqlandırması var. İkinci mərtəbədə bizi qarşılayır 3 yataq otağı. Hələ harasdır bu? Pilləkənə başın qarışıb qardaş. Sənin qonaq otağından xəbərin yoxdur. Gəl qonaq otağının gözəlliyinə bax. Şəxsi tikili ev axtaranlar qonaq otağına bax, bir dənə buna bax. Bəh. Adamın ürəyi açılır. Spot lampalarla işləmələr, tavan sahəsi alçıban, işıqlandırma, çıraqların hamısı asılıb da şəxsi yaşayışlı evdir. Qaz, su, işıq, istilik sistemində kombi. Nə istəyirsən bundan? Düşdün avtobusdan 2 dəqiqə evdəsən. Köhnə bazara yaxın bir məsafədə yerləşir. Koridor sistemlidir qonaq otağından, otaqlara koridor sistemlidir. Solda yerləşir 2-ci mərtəbənin mətbəx sahəsi. Uşaq yataq otağı, pəncərələrinin qarşısında heç bir maneə tutmur. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Hər büdcəyə uyğun evlərim var. Deyək ki, siz də Masazırda, Xırdalan ərazisində ev satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. 2 mərtəbə, 5 otaqlı, kubçalı 110 min manata. Gələn videolarda görüşənədək. Sağ olun.